Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə dana ciyərinin qovurmasının hazırlanmasını təqdim edirəm. İlk öncə ciyəri axar suyun altında yuyub və dərisini soyub xırda-xırda doğrayırıq. Bir tavanın içərisinə ciyəri və azacıq su əlavə edib qaynadırıq. Ciyər qaynayana qədər soğanı xırda-xırda doğrayırıq. Deməli xanımlar, burada 2 baş soğanı xırda-xırda doğradıktan sonra bir yaşıl biber, bolqar biberini doğradım xırda-xırda və 2 pomidorun qabığını soyub onu da xırda-xırda doğradım. Burada ciyəri mən süzdüm və bir dəfə axar suyun altından keçirdim. Burada tavanın içərisinə azacıq kərə yağı yanmasın deyə duru yağ əlavə edib və kərə yağımı əlavə etdim. Onun içərisinə də soğanı, biberi, pomidoru əlavə edib sonra üzərinə ciyəri töküb qovururuq. İnanın çox ləzzətli bir qovurma alındı. Burada duzunu, istiotunu, sarı kökünü, qırmızı istiotu əlavə edib ara sıra qarışdırıram. Burada 3-4 kartofu soyduqdan sonra ayrıca tavada duru yağda qızardıram. Bunun da ara sıra qarışdıraraq axırda duzunu, istiotunu əlavə edib ocağın altını söndürürəm. Hazırlayacaq olanlara öncədən nuş olsun deyirəm. Xanımlar, kanalımıza abunə olmağı, dəstək olmağı unutmayın. Like atıb şərh yazmağı da unutmayın. Hələlik, sağ olun, salamat qalın.